Herkese salam. Son illərdə diqqətimi çəkən məqamlardan biri budur ki, insanlar artıq səyahətə xərc kimi baxmırlar. Onlar bunu həyat keyfiyyətinin bir hissəsi kimi hesab edirlər. Necə ki, insan sağlamlığı üçün vaxt ayırır, təhsili üçün pul ayırır, eləcə də öz xatirələri üçün plan qurur. Bu yaxınlarda bir tanışımla söhbətimiz oldu. Çox maraqlıdır. Dünyada insanların çox hissəsi səyahət edir. Hər il müxtəlif ölkələr gəzirlər, kruizlərə çıxırlar və yeni yerlər kəşf edirlər. Bir hissəsi isə illərlə eyni arzuları danışır, amma heç nə dəyişmir. Bugün sosial şəbəkələrdə gördüyümüz səyahət edən insanların hamısı milyonçu deyil. Onların da ailəsi var, öhdəlikləri var, gündəlik xərcləri var. Aydın olur ki, məsələ maddiyyət deyil. Onda sual yaranır. Məsələ nədir? Biraz düşündükdən sonra nəticəyə gəldik. Əslində insanların çoxu səyahət etməyi sevir. Amma çoxu səyahəti planlaşdırmır. Sadəcə arzulayır. Arzu ilə plan arasında böyük bir fərq var. Arzu insanın beynində qalır, plan isə insanı məqsədə aparır. Söhbət əsnasında inkruzis mövzusu da açıldı. Ən maraqlısı bilirsiniz nədir? İnsanların çoxu inkruz haqqında eşidəndə kruizləri düşünür. Amma məncə bu layihənin əsas ideyası kruizdən daha böyükdür. Əsas ideyası budur ki, insan səyahəti təsadüflər ümidinə buraxmır. Bir gün vaxt tapsam gedərəm, bir gün imkanı olsa gedərəm, bir gün şərait düzəlsə gedərəm. Bu absurd düşüncələrin yerinə inkruzis planlı yanaşmağa şərait yaradır. İnsan hər şey üçün büdcə ayırır. Maşın üçün, ev üçün, kommunal xərclər üçün. Amma həyatın özü üçün çox vaxt heç nə ayırmır. Sonra illər keçir, təqvim dəyişilir, amma arzular eyni qalır. Bəlkə də buna görə bugün dünyada milyonlarla insan fərqli yanaşma axtarır. Onlar sadəcə işləmək yox, yaşamaq da istəyirlər. Sadəcə qazanmaq yox, xatirələr toplamaq da istəyirlər. Sadəcə gələcəyi düşünmək yox, bugünü də dəyərləndirmək istəyirlər. Və buna görə də milyonlarla səyahət edən insanlar səyahəti sağlıq, mal-mülk qədər vacib hesab edirlər. Təsvir edək ki, iki insan səyahət edir. Birincisi Avropaya səyahət edir. Təyyarədən düşür, taksi axtarır, otelə gedir, qeydiyyatdan keçir, səfər çantasını açır. Səhər yenidən çantasını yığır. Başqa şəhərə gedir. Yenidən yol, yenidən otel, yenidən qeydiyyat, yenidən çanta. Səyahətin yarısı keçdikdən sonra anlayır ki, istirahət etmək üçün çıxdığı tətilin çox hissəsi yollarda keçib. İkinci insan isə başqa seçim edir. Bir dəfə gəmisinə minir və səyahət çantasını yerləşdirir. Və artıq oteli də, restoranı da, alış-verişi də, bütün şousu, teatrı, konsertləri, bütün əyləncəsi də, mənzərəsi də onunla birlikdə hərəkət edir. Birinci insan şəhərdən şəhərə qaçarkən, ikinci insan üçün isə şəhərlər ona doğru gəlir. Birinci insan zamanla yarışarkən, ikinci insan səhər növbəti ölkədə oyanır. Birinci insan yorulur. İkinci insan isə səyahət edir. Əslində isə fərq nə puldadır, nə də lüksdə. Fərq zamandadır. Çünki həyatımızda ən dəyərli olan zamandır. Bir səhər İtaliyada, sabah Yunanistanda, bir neçə gün sonra başqa limanda. Və bütün bunlar tələsmədən, qaçmadan, yorulmadan. Bəlkə də sual, kruiz nədir deyil. Sual budur. Səyahətdə vaxtınızı çamadan daşımağa sərf etmək istəyirsiniz, yoxsa xatirələr toplamağa? Buna artıq siz qərar verin. Əgər sizə ikinci variant uyğundursa, kruiz səyahətinin imkanları ilə tanış olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənib paylaşmağı unutmayın. Rəylərinizi və istəklərinizi Instagram ünvanımıza yönləndirə bilərsiniz.